Sən Şeridor mədrəsəsinin həyətindəki bülbülləri belə mat qoydun. Mamacan Maccanov, bəstəkar Özbəkistan. Sənin də bir can budur vahid, ey bir məqsəna. Bir var muğam, bir var muğamat. Muğam təkcə bir muğamın adıdır. Amma muğamat muğamlarımızın cəmidir. Bu cəmliyin tərkibində o qədər bədii, mənəvi, zövq üçün keyfiyyətlər var ki, onların bəlkə hamısı hələ kəşf olunmayıb. Yerin təki var, yerin maqqatı var. İnsanın da beynində maqqatı var ki, o muğamla ancaq qidalanır. Maqqatı. Muğam da mənə elə gəlir ki, elə o mağdan başlayır. Buna görə mənim gəldiyim qənaat budur ki, muğam ruhani mövcudiyyət haqqında daha yana bir hekayətdir. O hekayət ki, insanın ülvi hisslərinə bədii zövq verir. Muğam həyatımızın, bədii təfəkkürümüzün, bədii dünyamızın, mənəvi dünyamızın traktovkasıdır. Muğam ülviyyətində insan hal-hal dəyişilir, pillə-pillə artır, ucalığa doğru gedir, saflaşır. Azərbaycanlı xanəndə Canəli Əkbərov öz telli üçlüyü ilə əsl möcüzə göstərdi. Vladimir Golubov, sənətşünas, Rusiya. Sən böyük şərqin muğam dünyasını, Muğam adlı sarayının qapısını üzümə açdın. Vladimir Zak, professor, Rusiya. Muğamlar üçün qəzəl seçimi mürəkkəb bir prosesdir. Bədii sözlərin